Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve tevallas salihin. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Ve sallallahu aleyhi ve selleme. Salaten ve selamen daimeyn mutelazimeyn ila yevmiddin. Allahümme enfa'ni bima allamtani ve allimni ma yenfa'ni ve zidni ilme. Sonra şeyh yeni bir bab açır. Bəbu hifzil ilim. Elmi qorumaq. Elmi qorumaq. Gətirir ki, Əbu Hureyra radiyallahu anh deyir ki, qalə, İnnən nəsə yəqulun. Əksara Əbu Hureyra. Deyir, insanlar çox danışır. İnsanlar arasında belə bir məsələ, belə bir qövl yayılır ki, Əbu Hureyra çox hədis danışandır. Peyğəmbər sallallahu aleyhi və səlləmdən ən çox hədis rivayət eləyən Əbu Hureyra radiyallahu anhdır. Əbu Hureyra radiyallahu anh deyir ki, وَلَوْلَا آيَتَانِ فِي كِتَابِ اللّٰهِ مَا حَدَّثُ حَدِيثًا. Əbu Hureyra radiyallahu anh deyir ki, əgər deyir, bu ayələr, yəni iki ayə Quranda olmasaydı Allahın kitabında, mən hədislər nədir? Rivayət etməzdim. Allah subhanahu teala buyurur, İnnellezine yaktubuna ma enzelna minel beyinat. İnnellezine yaktubuna ma enzelna minel beyinat. Demək, Bəqərə surəsindən 159-dan 163-ə qədər olan nədir? Bu ayələr. Yəni, ayələrin birində deyir ki, kitabda insanlara bəyan etdiyimiz açıq aydın deyil, dəlillər vardır. Doğru yol göstərən ayələri nazil etdikdən sonra, yəni dəlilləri və doğru yolu göstərən ayələri nazil etdikdən sonra, onları gizli saxlayanlara Allah lənət edir. Həm də lənət edən bilənlər də onlara nədir? Lənət oxuyurlar. Yəni, kim ki Allah subhanahu wa ta'alənin ayələrini və yaxud da haqqı gizlədir, əksini deyir və s. və ilə buna nədir? Lənət var. Və lənət bacara bilən, eləyə bilən, hər kəsə lənət edir. Yəni, deyir ki, Əbu Hureyra radiyallahu anh, bu deyir, ayələr var, deyir. Mən deyir, nətər ola bilər ki, deyir, bildiyim o şeylər, bəzi şeylər var ki, yəni ki, bunlar hamısı gələcəkdir. Yəni, örgənməyim, bilməyim. Haqqı nədir? Çatdırmayım. Ona görə də bu ayələr nazil oldu. Bu ayələr gəldikdə artıq mən deyir, nədir? Örgənidir Peyğəmbər s.ə.v. Əgər bu ayələr olmasaydı, mən hədis danışmazdım deyir. Artıq nədir? Bu ayələr var. İnnə ixvanənə minəl mühəcirin. Məsələn, deyir, qaldı. Mühacir olan qardaşlarımıza. Mühacirlər kimlərdir? Məkkədən Mədiniyə hicrət elən sahabələrdir. Kənə yəşğuluhum safqu bil əsvaq. Onlar deyir, alış-veriş edirdilər. Bazarlarda alış-veriş edirdilər. Və eyni zamanda deyir, ənsar qardaşlarımız. Onlar deyir, mallarını deyir, neylə yerbəyer edirlər, düzəldirdilər. Yəni, ticarət edirlər. Lakin deyir, Əbu Hüreyrə mən Allah Rasulü sallallahu aleyhi və səlləmin yanında daim olurdu. Nə? Bişibə'i batnihi. Bir qarın çörək deyir, mənə kifayət edirdi. Yəni, Əbu Hüreyrə radiyallahu anh bir dənə qarnını doydurmaqla kifayət edirdi və bütün nə edirdi? Hər gün Peyğəmbər s.ə.v nəyində idi? Yanındaydı. Və yəhduru mə lə yəhduru. Onların deyir, iştirak etmədiyi məclislərdə mən deyir, iştirak edirdim. Yəni kim? Əbu Bakr radiyallahu anh. Və onların deyir, hifz edib qorumadıqlarını, əzbərləmədiklərini mən əzbərləyirdim deyir. Amma nəyə? Bir qarın çörəyə. Bir qarın yiyirdim, kifayət edirdi mənə. Hətta rəvayətlər var idi ki, Əbu Hüreyra radiyallahu anh acından qarnına daş bağlayırdı. Bağlayırdı, möhkəm sıxırdı ki, ac qalmasın, mədə yana sıx olsun. Ki, nədir? Amma elmi tələb etməkdə nədir? Davam edirdi. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin daim nədir? Yanındaydı. Və ona görə də nədir? Çox hədis əzbərləyən o idi. Və həmçin rəvayətlər var ki, deyir, biz deyir, bəzən deyir, yemək olmuyordu, tapanmadı, otlardan yerdik.
ot istifadə edirdik, hansı ki, faydalıqlardan və həmçinin deyirdi ki, heyvanın deyir, dışqısı nətər idisə deyir, bizimki də elədir. Yəni elə fərq yox idi deyir. Çünki biz də deyir, acından ot yeyirdik deyir. Amma nə edirdilər? Elm tələb edirdi. Və Allah subhanahu wa ta'ala onları da nə edirdi? Elə izzətləndirdi. Qavurdu. Gətirir ki, وَيَحْفَظُ مَا يَحْفَظُونَ وَعَلَّلَ ذَلِكَ بِأَنَّ مُهَاجِرِينَ كَانُوا تُجَّارًا يَشْتَغِلُونَ بِالتِّجَارَةِ deyir, buradan deyir, illə odur ki, onlar hansı mühacirlər deyir, daim deyir, ticarətlə məşğul idilər. وَأَنَّ الْأَنْصَارَ كَانُوا يَشْغَلُونَ بِأَمْوَالِهِمْ وَمَزَارِعِهِمْ وَبَسَاتِنِهِمْ və həmçinin onlar da deyir, ənsarlar da deyir, ən çox əkinçilik və bostan işlərlə nə idi? Məşğul idilər. وغير ذلك من أموال وأنه رضي الله عنه كان يلزم النبي صلى الله عليه وسلم بشبع بطنه يعني يكفيه أن يشبع فلهذا كان أكثر حديثا من غيره. Lakin deyir, bunlara fərq olaraq Abu Hureyra radiyallahu anh deyir, yəni heç kim yox idi, heç nə yox idi, bir çörək deyir, mənə deyir, kifayət edirdi. Yəni yeyirdim və deyir, nə elmini tələb edirdim. Lakin zaman gəldi, vaxt gəldi, Əbu Hureyra radiyallahu anh da biraz yaşayıb. Hətta deyir ki, Əbu Hureyra radiyallahu anh o qədər zənginləşdi ki, onun deyir, sürüsü Mədinədə küçələrdən sığmırdı. Deyir, yəni, zamanında tələb elədi, əziyyət çəkdi və Allah subhanahu wa ta'ala onun üçün nə deyir? Böyük ruzi, bərəkət qapısı açdı. Hətta deyir, o qədər zənginləşmişdi ki, onun deyir, sürüləri Mədinə küçələrinə nə deyir? Sığmırdı deyir. Və ona görə də deyir, bu cür davam elədi. Lakin deyir, məsələn, Abu Bakr radiyallahu anh ondan nədir? Öncə olub təbii İslamda, o sonra gəlib. Amma buna baxmayaraq deyir ki, o çox nədir? Elm tələb edirdi. Hətta Peyğəmbər s.ə.v dünyasını dəyişdikdən sonra gənə də nədir? Elmində davam edirdi və neyini araşdırırdı. Lakin Abu Bakr radiyallahu anh neynədir? Dövlət işlərinə məşğul idi deyə neynəmirdi? Qarışa bilmirdi. Yəni ki, Allah subhanahu wa ta'ala onun ömrünə bərəkət vermişdi. Ömrünə bərəkət vermiş. Lakin burada bir yerə fayda çıxır. Bu boyda hədis rəvayət edən, ən çox hədis rəvayət edən dərəcə baxımından necə idi? Baxsan da Əbu Bakr, Ömər və başqaları, Əbu Bakrdan 2, 3, 5, Allah əlimdən hədis gəlməyir. Amma dərəcəyə bax. Ən çox rəvayət. Amma o demək deyil ki, çox danışan dərəcəsi də nədir? Çoxdur. Ən çox hədis rəvayət ediləndir, təsəvvür elə. Amma Əbu Bakrın dərəcəsi üstündə yoxsa onun? Əbu Bakr, Ömər, Osman, Ali radiyallahu anh. Onlarınki yoxsa bu? Təbii ki, ondan. Yəni biz o baxımdan demirəm ki, yəni ki, haşa estağfurullah kimisə aşağı, kimisə yuxarı, yox. Sadəcə nədir? Yəni buradan faydaları nədir? Hər çox danışan, hər çox, yəni orada, burada belə o demək deyil ki, onun da dərəcəsi nədir? Elə o dərəcədə olur. Ən yüksək dərəcədə elə onuncudur. Xeyr. Demək, buradan dərəcə nəyə qayıdır? Təqviyə. Kimin təqvası çoxdursa da, dərəcəsi də nədir? O qədər böyükdür. Ona görə də Allah subhanahu wa ta'ala insanların rənginə baxmaz, nəyinə baxar? Qəlbinə baxar. Sonra gətirir ki, Əbu Hureyra radiyallahu anh deyir ki, ey Allahın Rasulü, İnni əsma'u minkə hədithən kəthirən ənsəh. Deyir ki, ey Allahın Rasulü, mən səndən deyir, çoxlu hədislər deyir, eşidirəm. Hədislər deyir, qəbul edirəm, lakin deyir, çoxsunu unuduram. Lakin çoxsunu unuduram. Qaylə Rasulullah s.ə.v. Allah Rasul s.ə.v. dedi, İbsud ridəək. Deyir ki, sən deyir, ətəyini aşırım. Və mən deyir, nə deyir? Ətəyimi açdım. Fəbəsattuhu. Qalə fəqarafə biyədeyhi. Thumma qalə dumməh. Deyir ki, sanki deyir, ətəyimə deyir, nəsə deyir, götürdü, tökdü. Ətəyimə deyir, nəsə götürdü, tökdü. Belə, əlindən. Sonra dedi ki, yum indi ətəyini. Və deyir, ətəyimi yumdum.
Fəmə nəsitu şeyən bə'də. Ondan sonra deyir, heç nəyi unutmadım. Təbii ki, Peyğəmbər s.ə.v nə idi? Möcüzələrindəndir. Yəni, bu şeylər çox baş veribdir. Məsələn, İbn Abbas radiyallahu anh keçmişdi onun hədisi. Üzünə nə edir? Su çilir. Bir şeydə gəlir, suyu içir, belə eləyir üzünə ki, yəni, hansı ki, artıq onlar böyük alimlər olur. Bu Peyğəmbər s.ə.v nə idi? Tabarruk idi. Yəni ki, onlara eləyirdi ki, yəni ki, ondan artıq nə? Onda bir neçə sahabələr var ki, onlar üçün həm dua, həm bəzi zahirən feillər olubdur Peyğəmbər s.ə.v-in, hansı ki, onlar artıq alim olur. Elə sahabələr onun üçün dua elifdir. Elmin artması və elmin artması. Məsələn, İbn Abbas üçün Quranın ən yaxşı başa düşən olması haqqında istəyibdir Allahdan. İbn Ömər və s. və ilə həm də ki, Əbu Hüreyrədən. Deyir, elə bir şey elədi, sanki ətəyimə nəsə qoydu, onunla da heç nəyi unutmadım, deyir. Yəni, bu deyir, Peyğəmbər s.ə.v nəyini? Möcüzələrindəndir. Əl-hədith ayətun min ayətin Nəbi sallallahu aleyhi və səlləm. Bu deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmin nəyindəndir? Ayə. Ayə deyənin nişanələrindən idi. Peyğəmbərlik nəyindəndir? Nişanələrindən idi ki, yəni, hansı ki, çox şeylər var ki, Peyğəmbərlik nişanələrindəndir. Məsələn, ayın yarılması, əlindəki daşların danışması, kötüyün ağlaması və s. Bir sizə minbərə çıxdığı kötük var idi, hansı ki, onu tərk edib yeni minbər düzəldəndə kötük ağlayır. Deyir, həmişə mənim üzərində xütbə verildi. Səs gəlir, sahabələr deyir ki, bu nəsihətdə kötük ağlayır. Təsəvvür edin, yəni. Və ona görə, yəni, bu cür nişanələr Peyğəmbərlik nədir? Əlamətlərindən xəbər verir. Lənnəhu ləmə şəkə iləyhi Əbu Hüreyyə ənəhu yənsə qalə ubusud ridək. İzar rida bilirsiniz də, yəni bu bilir, ümriyə həccə gedənlər də bilir. Rida, izar. Bu sözləri dedikdən sonra artıq ondan sonra unutmur. Bu deyir, artıq deyir, mütləq şəkildə artıq olur. Mütləq şəkildə heç vaxt nə deyir? Bir də Əbu Hüreyyə radiyallahu nədir? Unutqan olmur. Fəfiyyə əyyətun min əyyət Rasulullah həythu həsələt hədihi bərəkətun bimə sənə. Bu deyir, təbii ki, deyir, kimə edirsə də, kimdə bu cür şeylər baş verirsə də, artıq o deyir, bir növ bərəkətdir. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem ona etdiyi nədir? Bir şeydir ki, Allahdan ona verilən bir bərəkətdir. O bərəkətlənir. Və Peyğəmbər sallallahu aleyhi ve sellemin bunu etdikdən sonra həmən şəxslər şək yoxdur ki, heç vaxt cəhənnəmə girməz. Peyğəmbər sallallahu aleyhi ve sellemin etdiyi o cür şəxslər, hansı sahabələr heç vaxt cəhənnəmə girməz. Çünki o onlar haqqında nədir? Xüsusi dualar edibdir. Xüsusi dualar edibdir. Və bu da nədir? Peyğəmbərliyin ən böyük əlamətlərindən. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem başqa bir sahabələrdən də Quran dinləməyi xoşlayardı. Xüsusən də İbn Məsud və başqaları nədir? Quran dinləməyi xoşlayardı. Hətta elə sahabələr vardı ki, Allah sonra xüsusi vermişdi də onlara o neymət idi. Kimsə güc baxımından, kimsə ağıl baxımından, kimsə düşüncə, kimsə qazilik baxımından Allah sonra bir neymət vermişdi. Elə sahabələr var ki, Quran oxuyanda mələklər nazil onu dinləyirdi. Ondakı gözəlliyə baxdı. Yəni Allah Subhanahu elə bir şey vermişdi ona, hətta mələklər belə nazil olub neyinirdi? Onları dinləyirdi. Və ona görə də bu sahabələr, həmçinin gətirir ki, sahabələrin hərisliyi, fikir verginən ki, gör elmə necə hərisli idi bu insan, Əbu Hüreyyə radiyallahu anh. Yəni, daşları, niyə Əbu Hüreyrə deyilir? Pişiklərin atası. Uşaqkən cilbəb deyirlər, qamis. Yəni, paltarları görürsünüz də, yəni ərəblərin girdiyi paltarlara qamis. Burası açıq oldu. Buralarda pişik yığardı. Pişik yığıb saxlayırdı belə və ona görə də nədir? Əbu Hüreyrə qoyuldu. Əslən adı Abdüşşəms idi. Və Peyğəmbər sallallahu onun adı nədir? Dəyişdirdi. Abdüşşəms nədir? Şəmsin qulu, günəşin qulu deməkdir.
Və bu şirk olduğuna görə bir neçə sahabələr olur ki, adları bu cür dəyişirilibdir. Onlardan biri Əbu Hüreyrə idi və onun adı dəyişirilərək nə oldu? Bu kunya qoyuldu. Əbu Hüreyrə. Hüreyrənin Hirrun, Hüreyratun pişik deməkdir. Qittun, Hirrun, Hüreyrə bunlar hamısı nədir? Pişik adlardır. Və ona görə də Əbu Hüreyrə çox əziyyət çəkən sahabələrdən nə idi? Biri idi. Hətta onun elə bir məsələləri var ki, onu inşallah ki, gələn dərs keçəcəyik. Elə hədislər var ki, deyir ki, mən deyir, onu danışsaydım, mən boğazım üzərdilər. Ona görə onu inşallah ki, gələn dərs geniş şəkildə keçərik. İnşallah burada kifayətlənər. Allah Subhanahu bizə istifadə edenlerden etsin. Subhanakallahumma hamdik. Eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.